Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Bu sözləri Prezident İlham Əliyev Çexiyanın baş naziri Andrey Babişlə mətbuata bəyanatında deyib. Bu sahənin də çox geniş miqyaslı olacağına əminliyini bildirən dövlətimizin başçısı qeyd edib. Çünki Azərbaycan öz müdafiə potensialını o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır. Azad olunan ərazilərdə aprelin 20-sindən 26-sına dək 23 tank əleyhinə mina, 39 piyadə əleyhinə mina, 621 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. Bu barədə Azərbaycan Mina Təmizləmə Agentliyinin azad edilmiş ərazilərdə həyata keçirilən humanitar mina təmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Ötən həftə 1593,1 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, mina təmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti və 4 özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağani, Sayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib. Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiya prosesi yaxın vaxtlarda davam edəcəyi bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə bugünədək sərhədin 12 kilometr uzunluğunda olan hissəsi artıq demarkasiya edilib və orada Ermənistan sərhədçiləri xidmət aparır. O əlavə edib ki, delimitasiya və demarkasiya işləri yaxın vaxtlarda davam etdiriləcək və münasib müddətdə başa çatacaq. Davam edirik. Məşəd şəhərində İranda vəfat etmiş və öldürülmüş şəxslərin simalarını əks etdirən divar rəsmi təqdim olunub ki, İranın yeni rəhbəri Müctəbə Xamneyinin adı da onların arasında görünür. Sözü gedən divar rəsmi Xamneyinin vəziyyəti ilə bağlı ehtimalları artırıb. Əli Xamneyinin müharibənin ilk günlərində baş verən hücumlar zamanı öldürülməsindən sonra Müctəbə Xamneyi lider kimi təqdim olundu. Lakin bu halda təxminən 50 gün ərzində onun heç bir rəsmi görüntüsü və ya səsi yayımlanmayıb. Sosial mediada bəzi istifadəçilər və analitiklər ehtimal ediblər ki, Müctəbə Xamneyi də həmin ilkin hücumlarda öldürülmüş ola bilər və İran rəhbərliyi üçün bir ölünü seçib. İran Birləşmiş Ştatlara münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib. Nəzərdə tutulur. İrəli sürülən təklifə əsasən nüvə proqramı üzrə danışıqlar yalnız növbəti mərhələdə Hörmüz boğazında blokada aradan qaldırıldıqdan və iqtisadi blokada ləğv edildikdən sonra başlayacaq deyə portal vurğulayıb. Nəşrin məlumatına görə Amerika prezidenti aprelin 27-sində İranla danışıqlarda yaranmış çıxılmaz vəziyyətin müzakirəsi və münaqişənin gedişatında gələcək fəaliyyət üçün mümkün variantların nəzərdən keçirilməsi məqsədi ilə Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırır. ABŞ prezidenti Donald Trump bildirib ki, Vaşinqton İranla danışıqlar zamanı bu ölkənin ərazisindən nüvə yanacağı və radioaktiv materialların çıxarılmasını tələb edir. Trump Fox News telekanalına müsahibəsində deyib, məsələ burasındadır ki, mənim nüvə tozu adlandırdığım şeyi götürməliyik. Biz bu nüvə tozunu götürməliyik. Bu, İranla danışıqlarımızın bir hissəsidir və biz bu materialların onların əlində qalmasını istəmirik. O həmçinin bildirib ki, bu ifadə ilə 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə edilən hücumlar zamanı demək olar ki, tamamilə məhv edilmiş materialları nəzərdə tutur. Məlumata görə 22 iyun tarixində ABŞ İranın İsfahan, Nətənz və Fordo şəhərlərində yerləşən nüvə obyektlərinə zərbələr endirib. İran isə buna cavab olaraq Qətərdə yerləşən Əl-Üdeyd aviabazasını hədəf alıb. Donald Trump bildirib ki, İrana qarşı müharibə çox tezliklə başa çatacaq və ABŞ bu qarşıdurmada böyük qələbə qazanacaq.
O, İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayaraq deyib, əgər bu baş verərsə, bütün dünya təhlükə altında olacaq. Trump həmçinin xəbərdarlıq edib ki, İran belə bir silaha sahib olarsa, İsrail bir neçə dəqiqə ərzində məhv ediləcək və buna görə də Tehranın hərbi nüvə qabiliyyəti əldə etməsinə icazə vermək olmaz. ABŞ prezidenti əvvəlki administrasiyaların siyasətinə toxunaraq bildirib ki, bu prosesin qarşısını almaq üçün addımlar illər əvvəl atılmalı idi. O qeyd edib ki, bu məsələ 40 və ya 47 il davam edib və heç kim bu istiqamətdə real addım atmayıb. Trump əlavə edib ki, ABŞ bu prosesi dayandırmaq üçün kursu dəyişməyə məcbur olub və vurğulayıb, biz böyük iş görmüşük. Böyük Britaniyanın baş naziri Keir Starmer və ABŞ prezidenti Donald Trump Hörmüz boğazında gəmiçiliyin bərpasının vacibliyini müzakirə ediblər. Tərəflər məsələnin qlobal iqtisadiyyata ciddi təsir göstərdiyini qeyd ediblər. Starmer həmçinin Fransa prezidenti Emmanuel Macronla birlikdə irəli sürdüyü təşəbbüs barədə Trumpı məlumatlandırıb. ABŞ hərbi dəniz qüvvələri İran limanlarının dəniz blokadası başlayandan bəri İranla əlaqəli 38 ticarət gəmisini dayandırıb. Bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki mərkəzi komandanlığı X sosial şəbəkəsində məlumat yayıb. ABŞ hərbi dəniz qüvvələri gəmilərin daxil olmasına və çıxmasına yol verməyərək İran limanlarının blokadasını həyata keçirməyə davam edir. Amerika Silahlı Qüvvələri 38 gəmiyə istiqamətini dəyişmək və ya geri limana qayıtmaq barədə əmr verib deyə komandanlığın bəyanatında qeyd olunur. Amerika Birləşmiş Ştatları və İran arasında artan gərginlik Avropa İttifaqı üçün iqtisadi şokdan siyasi böhrana keçid riski yaradır. Politico nəşrinin məlumatına görə enerji qiymətlərinin artması və iqtisadi artımın zəifləməsi fonunda Avropa ölkələri ciddi çətinliklərlə üz-üzə qalır. Ekspertlər bildirir ki, enerji xərclərinin artması ərzaq, nəqliyyat və mənzil qiymətlərinə də təsir göstərərək xüsusilə orta və aşağı gəlirli əhali üçün ağır nəticələr doğurur. Avropa İqtisadi və Sosial Komitəsinin rəhbəri Seamus Bolland qeyd edib ki, bu vəziyyət hökumətlərə və ümumilikdə Avropa institutlarına inamı zəiflədir və proteksionist siyasətlərin güclənməsinə zəmin yaradır. Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis isə bildirib ki, Hörmüz boğazında yaranan problemlərin təsiri artıq bütün iqtisadiyyata yayılır. Onun sözlərinə görə Avropa İttifaqı ölkələrinin büdcə imkanları əvvəlki böhranlarla müqayisədə daha məhduddur və region stagflyasiya, yüksək inflyasiya və zəif iqtisadi artım riski ilə üzləşə bilər. Son proqnozlara əsasən enerji qiymətləri yüksək qalarsa, Avropa İttifaqı iqtisadiyyatının artımı əhəmiyyətli dərəcədə zəifləyəcək və inflyasiya isə daha da yüksələcək. Davam edirik. Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda Ağ Ev Müxbirlər Assosiasiyasının şam yeməyi zamanı baş verən atışma cəhdini pisləyib və Birləşmiş Ştatlarda təhlükəsizlik və sabitliyə dəstəyini ifadə edib. Ərdoğan sosial şəbəkədə paylaşımında yazıb, dünən axşam Vaşinqtonda Ağ Ev müxbirlərinin şam yeməyində baş verən atışma cəhdini pisləyirəm. Xoşbəxtlikdən Prezident Trump və onun həyat yoldaşı Melania xanım da daxil olmaqla heç kim xəsarət almayıb. Demokratik ölkələrdə mübarizə ideyalarla aparılır. Zorakılığın heç bir formasına yer yoxdur. Prezident Trumpa, onun həyat yoldaşına və Amerika xalqına keçmiş olsun deyirəm. Türkiyə prezidenti bu mesajında demokratik dəyərlərin vacibliyini vurğulayaraq siyasi proseslər qarşı zorakılığın qəbul edilməz olduğunu bildirib və ABŞ dövləti və xalqı ilə həmrəyliyini ifadə edib. Bu mövqe Türkiyə ilə ABŞ arasında siyasi və təhlükəsizlik sahələrində münasibətlərin əhəmiyyətli olduğu bir vaxtda səsləndirilib və iki ölkənin təhlükəsizlik təhdidlərinə qarşı əməkdaşlıq və koordinasiyanı önə çıxardığını göstərir. Şimali Koreyanın rəsmi xəbər agentliyi bildirib ki, Kim Chen In bu ölkənin lideri olaraq Rusiyanın müdafiə naziri ilə görüşdə Pxenyanın Rusiyaya dəstəyinin davam edəcəyini vurğulayıb. Məlumata əsasən Kim Chen In görüş zamanı deyib ki, Şimali Koreya qüvvələri və Rusiya ordusu bir il əvvəl Kursk bölgəsini azad edib və iki ölkə arasında əməkdaşlıq davam edəcək. Şimali Koreya ilə Rusiya arasında hərbi və siyasi əlaqələr son aylarda nəzərə çarpacaq dərəcədə genişlənib. Son açıqlama da tərəflər arasında yaxınlaşmanın davam etdiyini göstərir.